Salam əziz izləyicilər. Bugün süfrələrimizin bəzəyi həm yayın sərini, həm də qışın istidadı olan əsil Azərbaycan dovğası hazırlayacağıq. Dovğanın əsas sirri təzə və bol göyərtidədir. Mən bugün dovğa üçün təzə kişniş şüyüd, pencər və əlbəttə ki, o xüsusi ətri verən dağ kişnişindən istifadə edəcəyəm. Əvvəlcə göyərtiləri mütləq bol suda bir neçə dəfə təmiz yumaq lazımdır. Çünki dovğanın təmizliyi və duruluğu birbaşa göyərtinin necə yuyulmasından asılıdır. Yuyulduqdan sonra göyərtilərin doğranmasına keçirik. Dovğa üçün göyərti nə qədər narın incə doğranarsa, yeməyimiz bir o qədər də dadlı və estetik görünər. Hər bir göyərtini tək-tək səliqə ilə narın doğrayırıq. Göyərtiləri doğradıqdan sonra keçirik qatığı çırpıcı ilə yaxşıca açmağa. Videoda gördüyünüz kimi qatıq tam açılıb. Burada isə əvvəlcədən isladılmış düyünün üzərinə bir xörək qaşığı un və bir yumurta əlavə edirik. Bu qarışımı yaxşıca qarışdırıb qazanın içərisinə əlavə edirik. Bir xörək qaşığı da duz əlavə edib vamxodda bişməyə qoyuruq. Qaşıqla əlimizi çəkmədən qarışdırırıq. Artıq dovğamız qaynağa düşüb. Dovğanın qatı olmaması üçün İçinə qaynadılmış su əlavə edirik. Su əlavə etdikdən sonra da qarışdırırıq və dovğa yenidən qaynayır. Biz də qaynayan zaman göyərtiləri dovğanın içinə əlavə edirik. Göyərtilərlə 2-3 dəqiqə qarışdırdıqdan sonra ən sonda isə reyhan əlavə edib qazın altını söndürürük. Yaşıl reyhan dovğanın ətrini daha da gözəlləşdirir. Videoda gördüyünüz kimi artıq dovğamız bişib, ara sıra qarışdırırıq və budur, dovğamız artıq hazırdır. Göründüyü kimi çürümədən tam hamar və ipək kimi alındı. İstər isti-isti, istərsə də soyuq halda süfrəyə təqdim edə bilərsiniz. Əgər resepti bəyəndinizsə, videonu bəyənməyi və rəylərinizi bölüşməyi unutmayın. Hazırlayan hər kəsə nuş olsun.